Kanalımıza hoş gelmişsiniz. Bugün mən Playbay sizinle internette indiyə qədər ən çox izlənən poker oyunlarını şərh edəcəm. Bu oyunu YouTube'da 11 milyondan çox adam izləyib və burada Reinhardt itiraz eləyir krallarla. Steki artıq 20 big blinddən az olan Buske isə bottom pozisiyasında tuz 2 ilə all-in gedir. Blindlarda oturanlar kartlarını atırlar ve Reinhardt ise cüt kralla cevap verir ve bu da aydın meseledir ki Busquets'in hiç hoşuna gelmiyor çünkü tuzu olsa da eli aslında burada daha zayıftır. Her ki bu pozisyada Busquets'in vurma şansı 32%. Flop açılır ve Reinhardt flop'tan krallar ve 8'ler full house'ı yığır. Busquets'in galip gelme şansı artık 1%'den de azdır çünkü ona burada runner yani dalbadal 2 tuz lazımdır veya Jolin verilerde dalbadal 8'ler gelse pot yani bank bölünür. Şöyle bir tuz gelir ve Busquets'in artı vurma şansı 5%'e bakır çünkü 2 out'u var ve River'de de tuz gelir. Burada Busquets belki de hayatının bütün bəxtini xərcləmiş oldu. Çünkü flop'ta udma şansı 1%'den az ola potu yeşində apardı. Bu oyuna ise YouTube'da 14 milyona yaxın adam baxıb, ən çox danışan peşəkar oyunculardan olan məşhur Tony G ile Vanessa Russo arasında olub. Burada Tony G kiçik blinddə 6-5 ile ilk raise edir. Vanessa ise böyük blinddə tuzlarla sadece call edir. Şiverin Tony kartlar açılmamış artıq 2000 bet edir. Buna bet in the dark deyirlər. Yəni bəzi oyunlarda belə bir qayda var ki, oyuncu növbəti kartlar veya kart açılmazdan əvvəl gediş edir ki, kartlar açıldıqdan sonra son söz onda olsun. Flop'ta Tony artıq 6'lar və 5'lərlə 2 yığır. Vanessa'nın tuzları artıq uduzur. Flop'ta ilk söz Vanessa'da da raise eləyir. Tony ise raise eləyir. Bu da Vanessa'nı təcrübləndirir. Çünki o Tony G'nin oyun üslubunu bilir və buna görə də onun əlinin diapazonunun çox geniş olduğunu da bilir. Aha, burada Tony deyir ki, bu əli utsan mən susacağım. Ama masadaki oyunculardan biri buna inanmadığını ve məhz bu blefə hər zaman cavab verəcəyini deyir. Çünki Tony C heç vaxt susmur. Vanessa Tony'nin raisinə cavab verir və turn açılır. Tuz gəlir, Vanessa'nın əlini yenidən gücləndirir. Tony'nin hələ də 2 cütü var, buna görə də fikirləşir. Və 10.000 bet edir. Ha, yenə deyir, sən məni sustura bilərsən. Vanessa maraqlanır ki, bəs necə? Deyir, sadəcə oyun gedib potu udmağın lazımdır. Vanessa sıt yığdığına baxmayaraq bir qədər təmkinli oynayaraq sadəcə cavab verir, raise etmir. Bu dəfə Tony Chicken'ı dark edir. Bununla da River'də yenə son söz onun olacaq. Və River'də gələn bu 5 Tony üçün çox pis kart olur. Çünki 5'lər və 6'lar full house'ı yığıb qalib olduğunu düşünür. Amma Vanessa'nın tuzlar və 5'lər full house'ı daha üstündür. Vanessa bir qədər fikirləşir. Owen gedir. Tony ise dərhal cavab verir. Buna instant call deyirlər. Dilimizə insta call kimi bir qədər deformasiya uğramış formalara daxil olur. Oh, look at this. Oh, I haven't seen a slow roll in a while, Joe. I'm not surprised, mate. This is normal. Correct me if I'm wrong. He has pocket kings, she has pocket sixes, and he's pondering the call. Is that right? That's what it looks like to me. Just want to confirm. Bu oyunu YouTube'da 22 milyondan çox adam izləyib. Oyunun özelliği ondadır ki, gördüğünüz bu oyuncu elinde cüt kralları var. Hanım rəqibi all-in gedib 6'larla və son söz Mr. Hub'dadır. Amma o bax bu cür dram yaradır. Halbuki burada 100%'lik call olmalıdır. Bundan başqa kamera önündə bu cür dram yaratmaq çox iğrəncdir əslində dostlar. Canlı oyunda, xüsusən də kamera arxasında heç vaxt bu cür hərəkətlər etməyin. Flop və turnda hər şey oyuncunun istədiyi kimi olsa da, River'də sanki o aktyorluğunun cəzası kimi alfı gəlir, xanım 6'lar və 10'lar full house yığır və qəhrəmanımızın kralları uduzur. Bu, canlı oyun masası arxasında özünü necə aparmamalı haqqında bəlkə də bir nümunədir.
Bu oyunu da 22 milyondan çox adam izləyir. Braziliyalı oyuncu Gomes tuzlarla reyz edir. Bottomda əyləşən Alman Spindler isə valet kral haçlarla kol etməyə qərar verir. Blindda oturanlar kartlarını atır və flop açılır. Spindler üçün möhtəşəm flop açılır. Flopa valet gəlir. Bu isə o deməkdir ki, Spindler artıq flopdan kara yığıb. Spindler üçün bu həm də ona görə yaxşıdır ki, tuzları olan rəqib burada full house yığıb gəldə olduğunu düşünür. Buna görə də Gomes 535 min bet edir. Spindlerə də elə bu lazımdır. Çünki Spindlerin burada etdiyi reyz daha çox blefə oxşayır. Ona görə də Gomes onun reyzinə cavab verir. Turn açılmazdan əvvəl fikir verirsinizsə, Spindler rəqibindən onun stakının ölçüsünü, yəni nə qədər fiskasının qaldığını soruşur. Dostlar, hər bir oyunda siz rəqibinizdən onun önündə nə qədər stakin olduğunu soruşa bilərsiniz. Sölündə 5 gəlir. Gomes hələ də tuzlarının önündə olduğunu düşünərək çəkilir. Spindler isə blefə oxşayan oyununu davam edərək 2 milyon bet edir. Gomes bir qədər düşündükdən sonra all-in gedir. Spindler isə cavab verir və potu qazanır. Bu və bu kimi oyunlar göstərir ki, dostlar, təəssüf ki, tuzlar heç də hər zaman qalib gəlmir. Bu videonu müxtəlif saytlarda bəlkə də pokerlə maraqlanmayanlar belə görüb, amma YouTube'da 25 milyona yaxın baxışı var. Əlbəttə ki, o oyunda həmin il ölkəsində Miss Finlandiya adını qazanmış model oyuncu Sara idi. Sara burada 32 ilə limp edir, yəni sadəcə minimal gəlişə cavab verir. 3 nəfər fold edəndən sonra Big Blind'da əyləşən Ronnie adlı oyuncu flopa baxmaq xətrinə sadəcə çəkir. Flopda Ronnie ən aşağı cüt yığır dördlərlə və potun təxminən yarısı qədər bet edir. Sara artıq flopdan blef etməyə qərarı alır və reyz edir. Ronnie onun 50'in olduğuna inanıb kol edir. 30,000? Töründə daha bir 4 açılır və Ronnie artıq trips toplamış olur. Amma əvvəlki küçədə aqressor o olmadığı üçün sadəcə çək edir. Elə Sara da soruşur ki, niyə çək edirsən? Ronnie deyir, flopda reyz edən sən idin. Sara bir qədər düşünüb 55 min reyz edir. The shot clock. Yeah, I forgot that time. Ronnie'nin əli burada güclüdür və o da əlinə uyğun olaraq reyz eləyir. Amma bu Sara'nı qorxutmur. Düşünür ki, blef eləyirəmsə sona qədər eləyim. Ona görə də böyük reyz eləyir. Ronnie gördüyünüz kimi təəccüblənir. Çünki burada Sara'nın diapazonuna uyğun əl görmədiyi üçün özünün önündə olduğunu düşünürdü. Really, huh? Burada Ronnie sadəcə all-in də gedə bilərdi. Amma oyunu daha maraqlı etmək və riverə baxmaq üçün sadəcə kol eləyir. Sara'nın əlini ancaq 3 gücləndirə bilərdi, amma 3 gəlmir və heç nə dəyişmir. Ronnie çək edir. Əvəzində Sara all-in gedir. Ronnie çox çətin bir qərar verməlidir. Oh my God! How is this happening? I thought it would be. I wanted to stay and play with you, Miss Finland. I understand. I know I am. Hətta əlini də göstərir ki, Sara'nın reaksiyasına baxsın. Masa arxasında rəqibiniz sizə sual verə bilər. Sizi özünüzdən çıxarmağa çalışa bilər, amma siz cavab verməyə borclu Raise a deyilsiniz. queen. Bu situasiyada Ronnie yarı peşəkar bir oyuncunun bu qədər amansız blef edəcəyini gözləmədiyi üçün çox düşünməli olur. Amma digər tərəfdən də Ronnie Sara'nın peşəkar olmadığını bilərək onun sadəcə dama ilə oynaya biləcəyini də nəzərdən If I fold keçirir. his hand and they see this fold and you have like king queen or something, it's gonna be the most embarrassing thing ever for me. You understand this, right? I don't have any time to think over this hand. I'm like nervous. I don't know what's going on. It's nice over there. 300, 500. Oh my God, no, 600. Amma kartları atır və Sara bleflə qalib gəlir. Bu da həmin o məşhur Miss Finlandiyanın blefi. Dostlar, fikirlərinizi şərtlərində bölüşün. Bəs siz hansı situasiyada necə oynayardınız? Və bundan başqa YouTube və Telegram kanallarımıza da abunə olmağı unutmayın.